Bloklarını ayırma üsulundan istifadə edərək bu tənniki həll etməyimizi istəyir. 7-ci sinif tapşırığıdır. Deməli, biz bu tənniyi necə həll edə bilərik? Tutaq ki, A vurulsun B, üstə gəlinsin, A vurulsun C şəklində bir ifadə verilib bizə. Biz burada ortaq vuruq olaraq A-nın mötərizə xaricinə çıxardıb, B üstə gəlinsin C şəklində yaza bilərik. Lakin burada görürük ki, hər ikisində eyni olan vuruq x çıxılsın 8 vuruqdur. Yəni bir ədəd yox, bir çoxhəddi şəklində verilibdir və yaxud da bir həddi şəklində deyil, bir çoxhəddi şəklində bir ifadə var. Hər ikisində eyni olan vuruğu mötərizə xaricinə çıxartsaq, yəni x çıxılsın 8-i mötərizə xaricinə çıxartsam, alıram ki, x çıxılsın 8, birinci ifadədə x qalır, ikinci ifadədə 2 qalır və ortada da toplama işarəsi olmuş olur və bərabər olur 0-a. Biz bilirik ki, iki vuruğun hasili nə zaman 0-dır? Hər biri ayrı-ayrıda 0 olsa, onda bu da 0, bu da 0 halına baxsaq, x çıxılsın 8 bərabərdir 0. Buradan x bərabərdir 8 alırıq. Digərində isə x üstə gəlinsin 2 bərabərdir 0, x bərabərdir -2 alırıq. Digər misalda baxsaq, burada da eyni qayda ilə yaza bilərik. Yalnız burada şagirdləri çox vaxtı çaşdıran bu y çıxılsın 12-ni necə vuruq kimi mötərizə xaricinə çıxartmaqdır. Bunu belə yaza bilərik. Məsələn, y çıxılsın 12, üstə gəlinsin 1 vurulsun y çıxılsın 12. Çünki 1 elə bir ədəddir ki, onu hansı ifadə ilə vursaq yenə də nəticə dəyişmir. Və burada da görürük ki, artıq y çıxılsın 12 vuruğu hər iki ifadədə var. Onda y çıxılsın 12-ni mötərizə xaricinə çıxartsam, yerdə qalır burada y, burada isə 1 qalır. Ortadakı işarəyə də fikir verir, bu da toplamadır. Y üstə gəlinsin 1 bərabərdir 0. Yenə eyni qayda ilə bu ifadədə 0-a bərabər olmalıdır, bu ifadədə 0-a bərabər olmalıdır. Onda y çıxılsın 12 bərabərdir 0, y bərabərdir 12 alıram. Digərindən isə y bərabər, demək birbaşa alıram, y bərabərdir -1. Yəni y üstə gəlinsin 1 bərabərdir 0, buradan da y-in -1 olduğunu alıram.